Mədə xoralarına nə etmək olar ki, tez sağalsın? Bu suala şəkillərlə yığılmış video halında cavab verəcəm. Çünki etibar etdiyim və yaxud da tanıdığım çaytikanı yağı satan bir məkan yoxdur. Ünvanlamanı səhv eləyə bilərəm. Ona görə şəkillərdən ibarət videolarla cavab verəcəm. Çaytikanı yağı mədə xoralarına çox faydalı təbii vasitələrdən biridir. Bu yağ bu xüsusiyyətlərlə tanınır. Selikli qişanı qoruyur. Mədənin daxili səthini örtərək turşu və digər qızıqlandırıcı maddələrə qarşı qoruyucu təbəqə yaradır. Yara sağaldıcı təsiri var, ağrını azalda bilər, iltihabı azaltmaqla ağrı hissini yüngülləşdirə bilər. Antioksidan da təsir göstərir. Tərkibində A, E, C vitaminləri və omega yağ turşuları var. Bunlar hüceyrələrin bərpasını sürətləndirir. İstifadə qaydası isə belədir. 1 çay qaşığı çaytikanı yağını səhər ac qarnına və axşam yatmazdan əvvəl qəbul etmək tövsiyə olunur. Müalicə kursu adətən 2-4 həftə davam edir, amma fərdi vəziyyətə görə dəyişə bilər. Diqqət ediləsi məqamlar bunlardır. Həssas mədə üçün yağ birbaşa deyil, azacıq bal və ya su ilə qarışdırılaraq içilə bilər. Hamilə və ya ciddi mədə problemləri olan şəxslər istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Sağ olun, sağlam olun.